Salam, hər vaxtınız xeyir olsun. Sınaq 28 Nərgiz Nəcəf 250 sınaq test toplusundan izahım verəcəyik. Article və noun, yəni isim mövzusuna dair ümumi qarışıq sınaqdır. 30 sualdan ibarətdir. Noun, yəni isim mövzusunun bütün bölmələrinə dair suallar var. Yəni sayılan, sayılmayan, təkcəm, sadə düzəltmə, mürəkkəb və yiyəli hal. Və həmçinin artiklın da əsas qaydalarıdır və belə deyək, təbii ki, artikl mövzusu bildiyiniz qədərilə çoxlu sayda olan xırda qeydlərdən təşkil olunmuş bir mövzudur. Digər mövzulara bənzəmir. Artikl mövzusunu bilmək istəyən gərək artiklın qeydlərini əzbərləsin. Yəni ümumi bir mexanizma yoxdur ki, onu bilib testi həll edək. Təbii ki, xırda məsələlər də var, amma ümumən artiklın xüsusi qeydləri, qaydaları var ki, onları əzbər bilməliyik. Birinci sualdan başlayaq. Deməli, birinci nöqtədən sonra English language gəlib. English language dil adıdır təbii ki, ingilis dili. English tək olsaydı, yanında language olmasaydı, normalda dil adları ilə boş işlənir. Yəni, boş işlənir dediyim, artikl işlənməz. Amma dil adlarının yanında language sözü varsa, o zaman Z artikl ortaya çıxır. Belə bir qaydadır. Bu da artiklın xırda əzbərlənməli olan qeydlərindən biridir. Təkrar etmirəm, çünki artıq YouTube videosu olduğuna görə geriyə verib, bir də həmin dediyim cümləyə diqqətlə qulaq asıb əzbərləyə bilərsiniz. Deməli, birinci tərəf Z artiklı olacaqsa A variantı və C variantı gedir. İkinci nöqtədən sonra bu da tipik bir suallarda düşən qaydalardan biridir. Deməli, burada nöqtədən sonra early age gəlib. Bu sözə istərdim diqqət eləyəsiniz. Age çağ dövr, yaş deməkdir. Age-in bir sanki qayda deməyək, amma qaydaya uyğun bir işlənmə qaydası var. Deməli, age-in yanında rəqəm varsa, əvvəldə Z artiklı işlənir. Yəni, əvvəldə dediyim burada. Yox, əgər age-in yanında burada olduğu kimi rəqəm olmasa, o zaman n artiklı, n artiklı, yəni qeyri-müəyyənli artikl işlənməlidir. Təbii ki, burada early, burada ö hərfi səslənməyə görə dəyişir e və n. Özündən sonra sait səslənmə gəldiyinə görə n early age olacaq, dediyim qaydaya əsasən. Deməli, birinci tərəf Z, ikinci tərəf n olduqda cavab olur D variantı. İkinci sualda nöqtədən sonra millions of people gəlib. Deməli, belə bir qayda var. Ümumiyyətlə, yuvarlaq ədədlər ki var, ümumi yuvarlaq ədədlər 100, 100, 1000, 1000, milyon, bilyon. Bu kimi ədədlərlə normalda E artiklı işlənir. Cümlə daxilində bunları işlətdikdə E100, E1000, E-milyon, E-bilyon verməliyik. Amma bunların sonuna S of qoşulduqda əvvəlləri boş qalmalıdır. Artikl baxımından boş qalmalıdır. Yəni, E100 və ya hundreds of, E-milyon və ya millions of. Ona görə burada birinci tərəf boş qalacaq, Y və A variantı gedir. İkinci nöqtədən sonra moon, ay, günəşdir, sun, moon, earth, world, yer kürəsi. Bunlarla həmişə Z olur. Ümumiyyətlə, artiklda bir bölmə var ki, bizim qayda kitabçamızda aşağıdakı linkdən yükləyə bilərsiniz. Deməli, orada bəzi sözlər var ki, onlarla mütləq Z artiklı işlənməlidir. Vahid göy cisimlər də buna daxildir. Ay, günəş, yer kürəsi. Ona görə onlarla Z artiklı işlənməlidir. C variantını atırıq. B və D variantı qalır. Üçüncü nöqtədən sonra TV gəlib. Hə, bu yaxşı qaydadır. Əslində, bu nadir hallarda testlərdə qarşımıza çıxan bir qeyddir. TV, yəni televizor dedikdə iki cür nəzərdə tutula bilər. Məsələn, mən televizorda filan filmə baxdım və ya dünən axşam televizorda filan məsələ haqqında xəbərlər verildi. Bu cümlədə televizorda verildi dedikdə, yəni yayımda, canlı efirdə və ya efirdə verildi bizim Azərbaycan dili ilə desək, başa düşülən dillə desək, efirdə. Yəni televizorda dedikdə biz o cihazı nəzərdə tutmuruq. Əgər TV bu baxımından, tərcümə çalarına görə bu baxımından deyildikdə boş qalır, artiklsız olur. Məsələn, deyir, milyonlarla insanı baxırdı astronavtlara, gəzirdilər ay üzərində televizorda. Televizorda dedikdə o cihazı nəzərdə tutmur, yayımda demək istəyir. Yəni, mücərrəd baxımından televizor nəzərdə tutulduqda boş qalır, amma cihaz baxımından televizor nəzərdə tutulduqda Z ola bilər bəzi hallarda. Məsələn, televizorun üstündə toz yığılıb. Bu toz yığılıb harda? Mücərrəd olan televizordan söhbət getmir. Cihaz olan televizordan söhbət getdiyinə görə o zaman Z artiklı ola bilərdi. Ona görə burada cavab qalacaq B variantı. Üçüncü sualda breakfast. Ümumiyyətlə, yemək adlarının breakfast, supper, dinner, bunlardan artikl işlənmir. Deməli, amma bunların səhv eləmirəmsə qayda kitabçamızda 12-ci qeyddə qeyd etmişəm ki, bu yemək adlarıdır, time, period sözləridir. Bu sözlərin əvvəlinə sifət gəldikdə E artiklı ortaya çıxır. Məsələn, səhər yeməyi etmək have breakfast-dır, amma yaxşı səhər yeməyi etmək məsələn have a good breakfast-dır. Yəni, normalda breakfast-ın E artiklı işlənmir. Yəni, bura boş olacaq. Məsələn, C variantı, B, D variantı gedir. Amma əvvəlinə sifət gələndə E artiklı ortaya çıxır, o burada yoxdur.
Deməli, ikinci nöqtədən sonra first gəlib. First birinci deməkdir. Ümumiyyətlə, ıncı, inci dediyimiz sıra sayıları ilə mütləq Z artiklı işlənməlidir. Ona görə A variantı da gedir. Cavab qalır Y variantı. Niyə üçüncü nöqtədə Z artiklı işləndi? Dedi ki, breakfast is the first meal of the day. Breakfast günün birinci yeməyidir. Ona görə yəni burada artıq danışan adam məlum gündən danışır. Günün birinci yeməyidir. Ona görə cavabımız olacaq Y variantı. Dördüncü sualda yenə moon vahid göy cisimləri ilə Z işlənir. C və A variantı gedir. İkinci nöqtədən sonra largest, est, yəni most est bilirsiniz ki, sifətin üstünlük dərəcəsidir. Most est sifətin üstünlük dərəcəsi ilə mütləq Z işlənməlidir. Ona görə B variantı da gedir. D və Y variantı qalır. Üçüncü nöqtədən sonra da sky gəlib. Ümumiyyətlə, hava sözləri ilə, indi sky təbii ki, səmadır, amma air, weather, havadır, skydır. Bunlarla həmişə Z işlənir. Bunlar da word, sun, moon kimi olan mütləq Z artiklə işləməli olan sözlər arasındadır. Ona görə cavabımız qalacaq D variantı. Deməli, 5-ci sualda Indoneziya məkandır, ölkə adıdır. Ölkə adları ilə məkanlar, ümumiyyətlə məkan nəinki ölkə, şəhər, kənd, qəsəbə, materik, qitə, məkan adları ilə boş olur, artikl olmaz. Ən çox imtahana düşən, buraxılış imtahana düşən artikl qeydlərindən biri, bəlkə də birincisi məkan qaydasıdır. Məkanlarla boş olur. İkinci nöqtədən sonra most children gəlib. Çox uşaq most gördükdə çaşır. Elə bilir ki, most yalnız sifətin üstünlük dərəcəsində işlənmək üçün var olan bir ədatdır. Yəni, most gördükdə dərhal Z verirlər. Xeyr, mostun başqa bir mənası da əksər deməkdir və özündən sonra sifət yox, isim gəlir. O zaman boş olur. Yəni, qaydanı rahat şəkildə belə deyə bilərəm sizə. Mostdan sonra sifət gəldikdə Z olur. Mostdan sonra isim gəldikdə boş qalır. Yəni, buna görə də B variantı gedir. Üçüncü nöqtədən sonra early age yenə burada age, birinci sualda dediyimiz kimi age yanında rəqəm olmadığına görə Z early age yox, ən early age olacaq. Cavab qalır C variantı. 6-cı sualda nöqtədən sonra party. Party ümumiyyətlə sayılan tək isimdir. Sayılan tək isimin mütləq artikl olmalıdır. Ümumiyyətlə, bax bu deyəcəyim yanaşma gərəkdir ki, sizdə sınaqlarda, imtahanlarda həmişə artikl testi önünüzə çıxdıqda birinci bu düşüncəni ortaya qoyasınız ki, ümumiyyətlə sayılan tək ismin artiklı olmalıdır. Bu təməl qaydadır. Onu boş saxlamaq olmaz. Məsələn, Y və A variantını atıram. İstər E artikl olsun, istər məlum olub Z olsun. Amma mütləq sayılan tək ismin artiklı olmalıdır. Onu boş saxlamaq mümkün deyil. Təbii ki, istisnai hallar var. Onlar başqa məsələ. Onlar da özü bir qaydadır. B, C və D variantı qalır. İkinci nöqtədən sonra birthday. Birthday ad günü əslində burada özündən əvvəl his gəlib, asılı forma. Əvvəlki videolarda izah elədik. Keçən səfər possessive pronouns, yəli əvəzliklərində asılı formalar var ki, mənim, sənin, bizim, sizin, onların Azərbaycan dilində tərcüməsində his onun deməkdir. Bu asılı formalardan sonra artikl qadağandır. Ümumiyyətlə, məsələn, mənim kitabım dedikdə my e-book demirik, my book deyirik. Yəni, yəli əvəzliyindən sonra, mənim, sənindən sonra artikl qadağandır. Ona görə D variantını atırıq, B və C variantı qalır. Axırıncı nöqtədə də həftənin günləri ilə artikl işlənməz, ona görə cavab qalır C. 7-ci sualda Smithlər, yəni bu soyaddır. Soyadın sonunda S olduqda Z olur əvvəlində, çünki ailəni nəzərdə tutur. Bir insan yox, bir insandan boş olur, amma ailəni nəzərdə tutulduğunda Əliyevlər, Əliyevs S olanda, o zaman soyadların əvvəlində Z olur. Soyadlar cəmdə olduqda əvvəlində Z olur. C və Y variantı gedir. İkinci nöqtədən sonra good time gəlib. Biraz əvvəl breakfast sözündə dediyim kimi, səhər yeməyi, günorta yeməyi, yemək adlarıdır. Bir də time period, əsasən bu sözlərdir. Bu sözlərlə E artiklı işlənməz, lakin bunların əvvəlinə sifət gəldikdə good, wonderful, beautiful, sifət gəldikdə E artiklı ortaya çıxır. Ona görə B variantı da gedir, A və D variantı qalır. Artiklda önəmli olan qaydalardan biri də dağlar və adalarla bağlı olan bir qeyddir. Məsələn, deyir, bir dağla boş işlənir, amma çoxlu dağlar qrupu adı ilə boş işlənir, artikl işləmir. Məsələn, Bazardüzü və ya Everest bir zirvə ilə boş işlənir, amma çoxlu dağ zirvələri ilə, yəni Himalay dağları, Qafqaz dağları, Alp dağları, Elbrus dağları, bunlarla Z işlənir, çoxlu dağ adları ilə. Məsələn, burada da adalarda da elədir. Bir dənə ada ilə, məsələn deyirəm, indi burada məna və dünya görüşü məsələsini emirəm. Məsələn, Bahama olsaydı, bir dənə ada adı çəksəydi, boş olacaqdı. Amma Bahamas sonunda S varsa, deməli, cəm olan çoxlu adaların adıdır bu. Deməli, burada Z artiklı olacaq. Cavab qalır D. 8-ci sualda few days də ola bilər, a few days də ola bilər. Ümumiyyətlə, gəlin ikinci qaydadan, daha doğrusu sondan başlayaq, üçüncü nöqtədən başlayaq. Singapur ölkə adıdır, məkanlarla, ölkələrlə boş olur. Ona görə cavabımız olacaq
Singapurla 3-cü nöqtədə boş olmalıdır deyə Y variantını atırıq. İkinci nöqtədə United States, Amerika, USA, UK, ümumiyyətlə bu cür qısaltmalarla əsasən Z işlənir. Belə deyək də, məkanlarla, ölkə adları ilə boş olur, bəli. Amma o ölkənin, məkanın adında United, Kingdom, States, Emirates, Federation, Republic bu sözlər varsa, o zaman Z artikl olacaq. C variantını atırıq. Birinci nöqtədə ümumiyyətlə few, Z-few deyilən bir şey yoxdur. Quantifiers mövzusundan bilirsiniz ki, few var, bir də FU var. Yəni A və D variantı ikisi də ola bilər. Amma bunların məna fərqi var. Baxaq, deməli tərcüməyə. After staying few days in United States America, he moved to Singapore. Deməli, Amerikada bir neçə gün qaldıqdan sonra o Singapura köçdü. Burada tərcüməyə görə daha uyğun olan bir neçə gün, kifayət qədər gün. Yəni few bilirsiniz ki, few az deməkdir. Yəni yox dərəcəsində az deməkdir. Yəni normal bildiyimiz azdan daha şiddətli bir mənaçalarına sahibdir. Amma few dedikdə biraz kifayət qədər mənasındadır. Tərcüməyə few uyğun gəldiyinə görə cavab olacaq A variantı. 9-cu sualda deməli nöqtədən sonra da weather. Bayaq dediyim kimi air, weather hava sözləri ilə mütləq Z artikl işlənir. B və Y variantı gedir. İkinci nöqtədən sonra England ölkədir, məkanlarla artikl olmaz. Üçüncü nöqtədən sonra gəlib summer. Summer dedikdə yay, əsasən artikl işləmir. Tərcüməyi istəyərdim birinci kesin. What is the weather? Hava necədir? What is the weather like? Bəli, hava necədir? In England, İngiltərədə in summer. Burada summer dedikdə ümumiyyətlə yayda soruşur, adət halına almış bir hadisəni soruşur. Yəni burada məxsusi bir yay sözünü məlum olan bir mənada işlətmir. Bu cümləni deyən insan yayda dedikdə ümumi yay fəslini nəzərdə tutduğuna görə ümumiyyətlə fəsillərlə bu mənada işləndikdə artikl olmaz. Ona görə D variantı gedir. Cavab A variantı. 10-cu sualda biraz əvvəl dediyimiz kimi mostun qaydası. Mostdan sonra sifət gəldikdə Z veririk. Mostdan sonra sifət gəlməsə, isim, oflu birləşməli olan isim və ya normal isim gəldikdə boş olur, artikl olmaz. Y variantı gedir. İkinci nöqtədən sonra Europe məkan adıdır, yəni qitə adıdır. Ona görə artikl olmaz. Biraz əvvəlki qaydaya görə C-ni də ataq. Europe-a görə A variantını da ataq. Sonuncu nöqtədən sonra gələn English. Belə deyə bilərəm, bu ilə daha sadə başa düşülən bir qayda olaraq. Sonu S-hı, C-hı, S-i, məsələn English, Spanish, məsələn C-hı bizim əlifba tələffüzümüzə görə C-hı ilə bitən French-dir, məsələn Japanese, Chinese bu kimi sonluqlarla bitən sözlər dil adı da ola bilər, millət adı. Məsələn, English dedikdə ingilis dili də nəzərdə tutula bilər, ingilis milləti də nəzərdə tutula bilər. Millət olduqda Z ilə işlənməlidir, dil adı olduqda boş işlənməlidir. Bunun üçün tərcümə eləməliyik. Europe speak, danışırlar ingilis millətini yox, danışırlar ingilis dilini. Dilini dedikdə deməli bu artıq boş olacaq, artikl olmayacaq. Cavab olur B variantı. Oyun adları ilə artikl işlənməz. Futbol, golf, tenis bunlarla artikl işlənməz. A variantı, C variantı gedir. İkinci nöqtədən sonra oldest, sifətin üstünlüyü dərəcəsi ilə Z işlənir. B variantı gedir. Üçüncü nöqtədən sonra world, in the world, dünya ilə günəş, ay, yer kürəsi kimi mütləq Z olmalıdır. 12-də Amazon deməli çayın adıdır. Dünyada ən gürsulu bildiyimiz qədərilə çayın adıdır. Çay adları ən məşhur qaydalardan biri. Çay, göl, okean, su hövzələri, kanallar, bütün su hövzələri adı ilə Z artiklı işlənir. Ona görə C variantı və D variantı gedir. İkinci tərəfdə second ikinci deməkdir. Yəni birinci, ikinci, üçüncü sıra sayları ilə mütləq Z artiklı işlənməlidir. Qalır A və Y. Üçüncü nöqtədən sonra world-lə yenə Z artiklı işlənir. Çünki world, moon, earth, sun kimi Z ilə işlənən isimlərdəndir. 13-cü sualda mostdan sonra important sifət gəlib. Sifət gəldiyinə görə Z olacaq. Mostdan sonra sifət gəldikdə Z olur. İkinci nöqtədən sonra United States. Bir ölkənin adında United States, Kingdom, Republic, Federation, Emirates varsa mütləq Z olmalıdır. A variantı gedir. Üçüncü nöqtədən sonra Mississippi River. Çayın adı gəlib. Çay adlı, göl adı, okean adı gəldikdə mütləq Z artikl olmalıdır. Cavab Y. 14-cü sualda nöqtədən sonra Ireland. Ölkə adı gəlib. Ölkə adları ilə artikl olmaz. İkinci nöqtədən sonra United States. United States ilə Z olur. Biraz əvvəl dediyimiz kimi ölkə adında United States və bu kimi digər sözlər varsa mütləq həmin ölkələrlə Z işlənməlidir. Qalır A və B variantı. Sonuncu nöqtədən sonra 19 TH ıncı inci şəkilsi deməkdir. TH bizdəki ıncı inci şəkilsi onlarda TH yəni TH ilə yazılır və bu ıncı inci sıra sayları ilə də həmişə mütləq Z artikl olmalıdır. 15-ci sual, ikinci sualda dediyimiz qaydadır. Ya milyon, ya da millions of. Əgər milyon, hundred, thousand, billion bu yuvarlaq, ümumi yuvarlaq ədədlər
S of ilə işlənibsə, buradakı kimi əvvəli boş qalır. Yox, S of olmasa, normal million sözü olsaydı, article olacaq idi. Ona görə cavabımız qalır. D və Y variantını atırıq. A, B, C variantı. İkinci nöqtədən sonra Afrika. Məkan adıdır, məkanlarla boş. Üçüncü nöqtədən sonra famine. Burada famine acılıq deməkdir. Yəni famindən filan şey işlənir deyə bir qayda yoxdur. Məncə burada bir balaca tərcümə eləməliyik ki, məlumdur yoxsa qeyri-məlumdur. Milyonlarla insan Afrikada continue to die, davam edirlər ölməyə acılıq səbəbi ilə. Burada acılıq dedikdə ümumi mücərrəd bir isimdir, həm də ümumi acılıqdan danışır. Yəni qeyri-müəyyən olan bir isimdir. Təbii ki, mənasına görə yox. Bəzən şagirdlər səhv başa düşür ki, niyə qeyri-müəyyəndir? Biz bilirik acılıq nə deməkdir. Mənasına görə yox. Ümumi dünyadakı acılıq olan mücərrəd bir isimdən danışdığına görə, yəni Z artiklı verib onu məlum kimi göstərmək olmaz. B variantını atırıq, cavab qalır C. Məsələn, belə deyə bilərəm, bu Z artiklı məsələsi qeyri-məlumluq və ya məlumluq. Əslində, artiklın ilk sınaqlarında bunu ətraflı izah etmişik. Yenə də ümumən qısa olaraq belə deyim. Məsələn, biri var give me a book, bir də var give me the book. Give me a book dedikdə ver mənə e-book, bir kitab ver. Yəni, ümumi kitab anlayışından danışıram ki, bir kitab ver. Kitab oxumaq istəyirəm, vaxtım var, mənə bir kitab ver oxuyum. Amma give me the book dedikdə mənə bir kitab ver, yox, mənə kitabı ver. Bu kitabı dedikdə artıq hansı kitabdan söhbət gedir bizə məlumdur. Bu cümləni deyən, bizə yox, yəni bu cümləni deyən adam üçün məlumdur artıq hansı kitabdan danışırıq. Ona görə Z artikli olur. Yəni burada acılıqdan ölür dedikdə acılıqdan ümumi bilirik, yəni qeyri-müəyyən olan isim kimi çıxış edib cümlədə. Yəni acılığın zaten bir mənası var. Bunu Z artiklini işlətmək cümlədə çətin olar. 16-cı sualda deməli possessive case yiyəlik haldır. İsim ölçüsünə aid qaydadır. Deməli burada baxırıq ki, əvvəla cavablarda Mr. Mrs. olanda, yəni mırı-mırısı olduqda S ayrılmalıdır, bitişə bilməz. 3 satıram. 4 ilə 5-də isə soyadlarda əvvəldə mütləq Z artikl olmalıdır və soyad dedikdə sonuna S yapışmalıdır. Yəni bu qaydanı belə izah edeyim. Əvvəldə soyadlarda və ya insan adlarının əvvəlində Z olduqda S yapışmalıdır. Mırı-mırısı, yəni Mr. Mrs. olanda S ayrılmalıdır. Ona görə cavab 2 ilə 4 qalır. Və bir də 2, 4-dən əlavə 1 də doğrudur. Yəni, my students, students-i cəmdə verib ola bilər. Mənim tələbələrimin də deyə bilər, mənim tələbəmin deyib S ayrıla bilər. Amma burada yenə də doğrudur. 1, 2, 4, Y variantı. 17-ci sualda compound noun, mürəkkəb isimlər soruşulur. Təbii ki, baxırıq ki, məsələn, B variantında, daha doğrusu A variantında decoration-da tion şəkilçidir. Bilirsiniz ki, isim düzəldən şəkilçilər, isim ölçüsünü izah etdikdə demişik ki, həmin şəkilçilər meant, dom, tion, hood, ans, bu kimi şəkilçilər olduqda bunlar düzəltmə ismi hesab olunur. A variantında decoration-a görə gedir. Librarian-da ian şəkilçisi də düzəltmə şəkilçisidir. Ondan sonra Y variantında tion var, bu da düzəltmədir, gedir. D variantını saxlayırıq, bir də C variantını saxlayırıq. C variantındakı ant isim düzəldən ant şəkilçisi deyil, sözün öz hərfləridir. Elephant, fil. Ona görə cavabımız D variantı qalır. Fireplace mürəkkəbdir, fire və place. Seaport, dəniz, liman. School, mate. School ayrı sözdür, mate ayrı sözdür. Mate yoldaş deməkdir, bəli, mürəkkəbdir. 18-də derivative nouns. Derivative, yəni düzəltmə dedikdə həmişə şəkilçili söz axtarılır. Məsələn, school boy mürəkkəbdir. Moonlight, ay işığı mürəkkəbdir. Desert, sadə isimdir, yəni nə şəkilçisi var, nə iki söz var. Ona görə sadədir, yəni simpledır. Biz derivative axtarmalıyıq. University də həmçinin. University də sadə sözdür. Ona görə cavabımız qalır C. Politeness. Polite nəzakətlidir. Politeness şəkilçisi artırılıb, yəni isimdir. Leadership-dəki ship məsələsində bilirsiniz ki, shipin gəmi mənası da var. Lığlik mənası da var, yəni şəkilçisi olaraq. Məsələn, 17-ci C variantındakı spaceship kosmik gəmi. Bu mürəkkəb sözdür. Kosmos gəmisi, kosmik gəmi. Amma 18-ci C variantındakı leadership-də lider gəmisi yox, liderlik. Yəni burada artıq ship lığlik şəkilçisi olduğuna görə bu düzəltmə hesab olunur. 19-da uncountable sayılmayan isimlər istəyir səndən. Y variantında grape üzüm sayılır. D variantında star ulduz sayılır. C variantında village kənd sayılır. B variantında dream arzu istisna mücərrədlərdəndir sayılır. A variantında oil, neft, economic sonu icrası ilə bitən ümumiyyətlə elm fən adları sayılmır. Passions da səbir deməkdir, mücərrəddir, sayılmır. 20-də də uncountable sayılmayan A variantında cloud, bulut sayılır. İstisna mücərrədlərdən, ümumiyyətlə istisna isimlərdən cloud var ki, cloud, məsələn, bizim dildə cloud, bulut sayılmır, amma ingiliscində cloud, bulut sayılan isimdir. B variantında peace hissə deməkdir. PAC yazılan sülh sayılmır, amma PAC yazılan peace hissə
sayılır. C variantını saxlayıram. D variantında impression idea sözünün sinonimidir. Idea impression da mücərrəd istisnalardandır ki, sayılır. Y variantında foot ayaq sayılır. Cavab qalır C sugar şəkər, wheat buğda, grass ot. 21-ci sualda a good information atırıq, çünki information sayılmayan tək isimdir. Sayılmayan tək ismin əvvəlində e artiklı ola bilməz. Çünki sayılmır. E artiklı sayılan tək isimlərin əvvəlində ola bilər. İkinci atırıq ki, information sayılmayandırsa, sayılmayanları cəmləmək olmaz. Ümumiyyətlə, birinci və ikinci bənd yaxşıdır ki, bizə sayılmayan isimlər haqqında məlumat verir ki, sayılmayan ismin əvvəlinə e artiklda, en artiklda qoymaq olmaz. Sayılmayan ismi cəmləmək də olmaz. 1-2-ni atdıq. Deməli, 5-i də atırıq ki, information sayılmırsa ona to, 2 deyib saymaq olmaz. 2 və 2-dən yox, ümumiyyətlə 1 də demək olmaz. Yəni, sayılmayan isimlərə ümumiyyətlə əvvəlinə rəqəm qoymaq olmaz. Qalır 3 və 4. Plenty of, a lot of kimi 2 başlıdır. Özündən sonra cəm isim də gələ bilər. Sayılmayan tək isim də gələ bilər. A piece of information da artıq orada e article information yox, of-dan əvvəlki sözə aiddir. Çünki 2 isim yanaşı gəldikdə, sifət isim yanaşı gəldikdə əvvəldəki article ismə aid olur, yəni ikinciyə aid olur. Amma arada of olduqda və ya digər sözün olduqda əvvəlkinə aid olur. Piece sayılan təkdir, a piece of information doğrudur. Cavab olacaq A variantı. 22-ci sualda deməli yenə advice da information kimi sayılmayan isimdir. Sayılmayanı cəmləmək olmaz. Sayılmayana e artiklı vermək olmaz. Sayılmayanı saymaq 2 or 3, 2 və ya 3 deyib saymaq olmaz. Və many-ni bilirik ki, few, a few, many-dən sonra cəm isim gəlməlidir. Amma advice sayılmayan təkdir. Cavab qalır Y variantı. Y variantında a piece of advice doğrudur. Of olduğuna görə arada əvvəldə gələn article və ya rəqəm belə gəlsəydi, o of-dan əvvəlki sözə aid olacaqdı. Necə ki, burada da piece sayılmayan tək, daha doğrusu sayılan tək isimdir. Sayılan tək ismin e artiklı olmalıdır. 23-cü sualda possessive case yəli haldır. Yəli halda apostrof s-dən sonra isim gəlməlidir. Məsələn, A variantında apostrof s var, amma özündən sonra red feildir. Olmaz, yəni isim deyil, bizə apostrof s-dən sonra isim gəlməlidir ki, biz bunu yəli hal kimi götürək. Going, ümumiyyətlə, bəzi ayıncılar, ümumiyyətlə, bəzi yox, çox ayıncılar feili ayıncı qoyduqda isim ola bilər, amma going isim deyil, going hər zaman üçün feildir. C variantında natural habitat, təbii yaşayış məskəni, sifət isim gəlib. Bəli, apostrof s-dən sonra isim və ya sifət isim dərhal gəldikdə bu possessive case, yəni yəli al hesab olunur. Cavab C variantı olur. D variantında yanlış budur ki, apostrof s-dən sonra got feil gəlib. Y variantında da very difficult sifət gəlib, isim yoxdur və ya it is deməkdir. Ümumiyyətlə, it apostrof s yəli ilə əlaqəsi yoxdur. Qayda kitabçamızda bəzi olmazlar cədvəli var. He apostrof s, she apostrof s, there apostrof s, who apostrof s və bu kimi nə qədər var ki, it apostrof s bunlar yəli ilə əlaqəsi yoxdur. 24-cü sualda yəli hal possessive case şərtdə gördükdə 2 qızıl qayda var. Apostrof s doğru verilməlidir və özündən sonra artiklsız birbaşa isim ya da sifət isim gəlməlidir. A variantında apostrof s doğru verilib, amma özündən sonra artikl girib araya. Bu artıq yəli ola bilməz. Yəlidən sonra artikl gəlməz. B variantında there isdir bu. Yəni bu ümumiyyətlə olmazların içindədir. It is kimi, yəni bu yəli deyil. C variantında organized ediləndir, yəni bu feildir, isim deyil. D variantında my little sister playing with a doll. Burada playing deməli, ayrıca bu ayıncı məsələsinə, sırf yəli halda ki, bu məsələ ilə bağlı bir videom var YouTube kanalımızda. Deməli, ayıncı məsələsi bəzən uşaqları çaşdırır ki, ayıncı isim də ola bilər, olmaya da bilər. Biz bunu necə müəyyənləşdirəcəyik? Əgər cümlədə bu ayıncıdan başqa bir xəbər ola biləcək, namizəd, yəni feil varsa, o zaman bu ayıncının feil olmağına gərək yoxdur. Bu isimdir və dolayısıyla yəlidir. Amma bu ayıncıdan başqa feil yoxdursa, deməli, məcbur bir cümlədə bir feil, yəni xəbər olmalıdır. Deməli, bu ayıncı cümlədə xəbərdir, yəni dolayısıyla yəli deyil. Baxırıq ki, playing-dən başqa burada xəbər ola biləcəyi bir feil yoxdur. With sözünüdür, edol, gəlincik. Deməli, isimdir, yəni bunlar xəbər ola bilməz. Deməli, burada apostrof s playing bir yerdə xəbərdir. My little sister is playing with a doll. Mənim balaca bacım gəlinci ilə oynayır. Burada xəbərdir playing. Ona görə D variantı da yanlışdır. Y variantında baxırıq ki, burada apostrof s doğru verilib, şəhər təkdə deyib, özündən sonra da population, əhali, nə isim gəlib, apostrof s-dən sonra isim gəlibsə doğrudur. 25-də tək isimlər istəyir. People bilirsiniz ki, personun kökündən cəmlənən formasıdır, cəmdir. Qis bilirsiniz ki, qoşa e hərfinə yazıldıqda cəm olur, ona görə B variantda gedir. Qoşa o hərfinə yazıldıqda tək olur.
Y variantında cattle bilirsiniz ki topluluq bildirən gentry, police, poultry, cattle. Bu 4 söz topluluq bildirən isimlərdəndir, cəmdir. D variantında da trousers normal sonunda S var, cəmdir. Cavab C variantı. Kindness-in sonunda qoşa S var. Qoşa S ilə bitən sözlər tək hesab olunur. Belə, cavab C. 26-da plural nouns cəm isimlərdən danışır. Bilirik ki, sonu icısı ilə, necə ki, əvvəlki sualda sonu qoşa S ilə bitənlər tək olur dedik və sonu icısı ilə də bitənlər tək olur. Çünki şagirdlər sonunda S gördükdə deyirlər, deməli, cəm isimdir, amma elə deyil. Sonu icısı və X, yəni şəkilçisi və qoşa S ilə bitənlər tək isim hesab olunur. D variantında luggage təkdir, bizdən cəm isimlər istəyir. Progressində sonunda qoşa S var, deməli, bu da təkdir. B variantında news. News sözü, yəni testlərdə düşən, təbii ki, tək söz deyil, amma testlərdə qabağımıza çıxan bəlkə də tək sözdür ki, sonunda bir S var, amma cəm yox, tək isimdir. Sayılmayan tək isimdir. Yəni, oradakı söz S cəm şəkilçisi deyil, sözün öz hərfidir. Ona görə cavab olacaq. Deməli, A variantı ox, oxen kökündən cəmlənir. Close, closes, sonunda S var, cəmdir. Postman, postman. Yəni, A hərfi olduqda tək olur, E hərfi olduqda cəm. 27-ci sualda deyir ki, bizə poet və act sözünə hansı isim şəkilçilərini qoya bilərik? Bu cür testlər əslində əsasən təcrübəyə əsaslanan testlərdir. Yəni, burada biz poetçi, poetness, poetless, poethood kimi sözlər yoxdur. Poetess var. Şairə poet şairdir, poetess şairədir. Buna görə, məsələn, actor var, actress var. Bu, qadın aktrisaya aiddir. Bu kimi sözlər təcrübəyə əsaslanır. Cavab qalacaq A variantı. 28-də düzəltmə isimlər istəyir bizdən. Warship-dəki ship, steamship-dəki ship, battleship-dəki ship, spaceship-dəki ship. Bunlar gəmi mənasındadır. Biraz əvvəl dediyim kimi ship lığlıq mənası da var, gəmi mənası da. B variantında battleship, üstünə xətt çəkdiyim sözlərə diqqət edin. Battleship döyüşlük deyil, döyüş gəmisidir. Spaceship kosmik gəmi. Steamship buxar gəmisi, Y variantında warship müharibə gəmisidir. Yəni, ship gəmi mənasında olduqda artıq söz olur. Yəni, bir sözdə iki sözdən təşkil olunmuş yeni bir söz olur. Ona görə mürəkkəb hesab olunur. Amma friendship and citizenship-dəki shiplər gəmi yox, lığlıq şəkilçi mənasındadır. Friendship dostluq, citizenship vətəndaşlıq şəkilçi olduqda təbii ki, düzəltmə olacaq. Compound noun mürəkkəb isimlərdir. Tion şəkilçisi varsa bu mürəkkəb yox, bu düzəltmədir. Y variantında independence, ans, ens şəkilçiləri də düzəltmə isim yaradır. Hood da şəkilçidir, hood söz deyil. Tion yazılan exhibition, sərgi, bu da düzəltmədir. B variantında snow, man, time, table, arm, chair. Bunlar artıq iki sözdən ibarət olmuş mürəkkəb sözlərdir. 30-cu sualda compound nouns mürəkkəb isimlərdən danışır. Development, ment şəkilçidir, deməli düzəltmədir. Biz mürəkkəb verməliyik. Anniversary sadədir, heç bir şəkilçi və iki söz yoxdur. C variantında ship burada dostluq, lığlıq şəkilçidir ship, yəni ona görə düzəltmədir, mürəkkəb deyil. Y variantında da application-dakı tion da düzəltmə şəkilçidir, cavab qalır D. Fireplace, territory, seashore. Bu qədər uşaqlar, təşəkkürlər diqqətiniz üçün.